edə bilsəm, çalışacağam edeyim yəni. Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U12 Liqası Sabah Neftçi turun mərkəzi eyni zamanda paytaxt derbisini sizlərə təqdim edirik. Ümumiyyətlə bu iki komandanın istənilən yaş qrupu istər Premier Lig olsun, istərsə U8 Liga olsun, hər zaman öz gərginliyi ilə seçilib. İnanırıq ki, bugünkü görüşdə də hər iki komanda yaxşı futbolda azarkeşlərini sevindirəcək. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda bizlərə Neftçi göstərilib. Qapıda bir Elmar Abbaslı, eyni zamanda komandanın kapitanıdır. 2 Rüfət Həmzəyev, 3 Zamin Abbaslı, 5 Hüseyin Qurbanov. İndi qayda pozulur. 7 Hüseyin Nağızadə, 9 Rauf Rəhimov, 10 Nihat Behbudov, 19 Nəbi Bayramov, 77 Daniyal Xəlil. Komandanın baş məşqçisi Elnur İmamquliyevdir. Digər futbolçular 12 Ağabala Qasımov, 33 Süleyman Namazov. Oyundan kənar vəziyyət qeyd alınır. 22 Emin Hacızadə, 4 Məhəmməd Rəhimli, 11 Yusif Baxşiyev, 15 Azər Xankiyev, 99 Ömər Məmmədli, 14 44 üzr istəyirəm Ammar Bağırlı, 17 Abbas Quliyev, 8 Eşkin Yusiflidir. Yo demədim axı. Geriyə türmə Uğur 23 nömrəli qapçı komandanın start heyətində oyuna daxil olub. Sabahın heyətini sizə təqdim edirik. 23 qapçı Uğur İrzayev, 6 Cavidan Ağayev, 7 Nihat Həsənov, 8 Mahmud Ələkbərli, 10 Abbas Hüseynli, 11 Yusif Məmmədli, 14 Raul Pənahov, 23 Amin Musazadə, 33 Həmzə Səfərli. Digər futbolçular 1 İbrahim Hənifəyev, 18 Amin Adıgözəlov, 13 David Zeynalov, 18 Amin Adıgözəlov dedik, 60 Həzi Abdullazadə, 2 Ruhid Hüseynli, 55 Yusif Hacıbaladır. Komandanın baş məşqçisi Məhərrəm Müslümzadədir. Outdan sabah futbolçuları topu oyuna daxil edəcək. Əziz futbol azarkeşləri, qeyd edim ki, bu oyun Sabah komandasının 11 nömrəli futbolçusu Yusif Məmmədlinin istəyi ilə sizlərə təqdim olunur. FIFA 2025 turnirinin qalibi olaraq ona bir oyun, daha doğrusu 2 oyun bonus hədiyyə edilmişdi. O isə paytaxt derbisində oyunlarının bonuslarının birindən istifadə edir. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Komandanın heyətlərini sizə təqdim etdim. İndi isə hakimləri. Oyundan kənarı vəziyyət Daniyal Xəlil istiqamətini edilmiş ötürməkdir. Hakimlər Nərman Ağayev və İlməddin İskəndərovdur. Ağayev Yusif'le oynuyor. Abbas istiqamətində Hüseyin Dikeriyə, amma burada səhv bir ötürmə. Abbas qapıya zərbə və gol! Sabah futbolçuları hesabı açır. Görüşün 7-ci dəqiqəsində komandanın 10 nömrəli futbolçusu Abbas Hüseyinli topu qapıdan keçirir. Hüseyin Qurbanlı geriyə ötürmə etməyə çalışırdı, amma burada Neftçi futbolçusundan heç kim yox idi. Abbas bu fürsəti boşa vermir. Topu qapıdan keçirir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, Neftçi bu oyuna bir sıra itkilərlə çıxıb. Onların heyətində 11 nömrə Mehdi Mərdonov və 4 nömrəli müdafiəçi Həsrət Hüseyni görə bilmirik. Çox istərdik ki, onlar da bugün meydanda olsun. Həmzə solla oynuyor. Nihat istiqamətindən Nihat sol ayağı içəriyə, qapıya zərbəyə daha çox bənzir. Top qapının yanından keçir. Cəlmə zərbəsindən Hüseyin Qurbanlı topu oyuna daxil edir. Ağayev qarşılayır. Daniyal Neftçi heyətində texnikalı, tək Neftçi heyətində ümumiyyətlə U12 liqasında çox bacarıqlı futbolçulardan biridir. Azarkeşlər sabahı dəstəkləyirlər. Uğur İrzayev qapıdan zərbə ilə top oyuna daxil edəcək. Bu dəqiqələrdə sabaha dəstək azarkeşlər tərəfindən gəlir. Həmzə topladı, indi ona qarşı qayda. Bəli, pozulur. Hakim Nərman Ağayev qayda pozuntusunu qeydə alır.
Sabah futbolçuları təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək. Nəriman Ağayev təcrübəli hakimlərimizdən biridir. Cərimə zərbəsini Sabah 14 nömrə Raul Pənahov topun gerisində hakim də işarəsini verir. Raul topa yaxınlaşıb birbaşa qapıya zərbə Elmar topu qaytarır və ikinci cəhddə komandasının növbəti qoldan xilas edir. Bir nömrəli qapıcı top oyuna daxil edəcək. Qeyd edim ki, oyunlar U12 və U13 liqasının bəzi oyunları Binəqəsibə stadionunda, bəziləri isə Judo Federasiyasının təlim məşq meydançasında keçiriləcək. Sabah ikinci zərbəsini yerinə yetirməlidir. Topun gerisində iki futbolçu var. Amin və Raul'u görürük ki, yəqin ki, hər hansısa bir ev tapşırıq izləyəcək, amma Amin topun yanından uzaqlaşır. Raul Pənahov ikinci zərbəsi ilə topu indi oyuna daxil etdi. Amin yenidən Raul içəriyə doğru ötürmə, amma Neftçi müdafiəçiləri topu da Ağayev qapıya zərbə qapçı. Elmar yaxşı oynayır komandasını. Qollan xilas edir. Rüfət. Həmzə ondan üzr istəyirəm. Amin ondan topu aldı içəriyə doğru ötürmə qapıya. Zərbə vurmaq olar amma indirilir amma. Aminin zərbəsi Elmar üçün təhlükəli alınmır. Hüseyin. İrəliyə oynayır amma Sabah. Raul. Ötürmə. Amin. Zərbə vurmaq olardı. Bir qədər geriyə oynayır. İndi Yusuf istiqamətindən Yusuf yerdə qalır. Hakim görüşü davam edir. Qarışıq bir vəziyyət var. Qapıya zərbə Ruhitdən gəlir amma müdafiəçilər yaxşı oynayır. 3 nömrəli futbolçu Zamin Abbas edən top meydanı tərk edir. İkinciden zərbə ilə Neftçi Sabah hücumunu davam etdirəcək. Raul Pənahov. Bu dəfə də standart vəziyyət zamanı ikinci zərbəsi zamanı Raul Pənahovu topun gerisində görürük. Nəriman Ağayev işarəsini verir. Raul'dan içəriyə doğru ötürmə qapıya zərbə. İkinci gol. Neftçinin qapısına vurulur. 33 nömrə Həmzə Səfərli ikinciden ötürülən topu qapıdan keçirir. %22-ci dəqiqədə gəlir Sabahın növbəti qolu. Həmzə Səfərli Raul'un ötürməsini dəqiq tamamlayır. Vurulan qolun təkrarı bir daha bizlərə təqdim olunur. Raul'dan içəriyə doğru ötürmə və bu cür gözəl qol vurulur. Neftçi standart vəziyyətdən topu oyuna daxil edəcək. Səhv etmirəmsə Rauf Rəhimovdur. Neftçinin 9 nömrəli futbolçusu. Top oyuna daxil edir. Birbaşa qapı istiqamətinə Uğur İrzayev. Bir qədər irəli gəlir. Ağayev. Geridə Neftçinin də presingi var. İndi Daniel hər şey burada. Neftçi topu alır. Oyundan kənar vəzi. Daniel qapıya zərbə. Ağayev zərbəyə mane olur. Qarışıq bir vəziyyət yaranmışdı. Daha bir zərbə. Bu dəfə də Cavidan Ağayev edən top meydanı tərk edir. Zərbənin qarşısını kəsir. Outdan Sabah. David Zeynalov topu oyuna daxil edəcək. Ötürmə verməyə oyuncu axtarırdı ki, Nəriman Ağayev ilk hissənin başa çatdığını bildirir. Qısa faizliyə ayrılır. Faizliyə ayrılır. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri AFFA U12 liqasına Sabah Neftçi görüşünün ikinci hissəsi sizlərə təqdim olunur. İlk hissədə qapılara 2 gol vurulub, hər 2 gol da Sabahdan gəldi. Əvvəlcə Abbas Hüseynli hesabı açdı, daha sonra Həmzə Səfərli fərqi 2 topa çatdırdı. İnanıraq ki, ikinci hissə daha maraqlı olacaq. İləriyə doğru ötürmə keçmir. Sağ cinaha doğru ötürmə, oyundan kənar vəziyyət.
Cəlmə zərbəsini Sabah yeni itirdi. Dərhal top oyuna daxildir. Abbas ötürməsi keçmir. Hüseyin topu irəli vurur. Ruhid. Daniel. Nihat. Həmzədən ayala bir ötürmə gəldi. Nihat. Keçdi rəqibi Nihat qapıya. Zərbə fərq. Bir qədər də artır. 3-cü qolu vurur. Sabah futbolçular Nihat Həsənov bu epizodda məsuliyyəti özlərini götürərək rəqibini keçdi və qapıya dəqiq zərbə indirərək fərqi bir qədər də artırır. Sabahın 7 nömrəli futbolçusu Nihat Həsənov bugün sözünə 2 mənasında formaladı. Gözəl qol vurur. Sol ayağı ilə gözəl zərbə ilə fərqi bir qədər də artırır. Bu qolun təkrarını bir daha izləmək istərdik. Həmzədən ayala bir ötürmə, oyundan kənar vəziyyət də yox idi bu epizodda. Bir rəqibini keçdi Nihat. Gözəl zərbə ilə fərqi bir qədər də artırdı. Zamin cəlmə zərbəsindən topu indi bir başa içəriyə doğru ötürmə. Qarışıq bir vəziyyət var. Neftçi oyunculara buraxılan qollardan bir nəvəzdən çıxmağa çalışır Hüseyin. Elmar irəli vurur. Zamin. Kapital Bank baxır da, pulları çoxdur onların. Nəbi. Sabah Ruhiddən əla bir ötürmə. Və qayda pozulur. Hüseyin Qurbanlı. Ruhidə qarşı qaydanı pozmuşdu. Səhv etmirəmsə Ruhid özündən bir yaş böyüklərlə mübarizə aparır. Ruhid balacadır ya. Ruhid Hüseynli. Ruhid balacadır ha. Yaxşı oynasan çağıracağım. Cəlmə zərbəsini Sabahın 18 nömrəli futbolçusu Amin Adı Gözəlov yerinə yetirəcək. Sabahın 18 nömrəli futbolçusu. Ruhidə qarşı qayda pozulmuşdu. Azarkeşlər də Amini irəliyə qol vurmağa səsləyirlər. Elmətdin İskəndərov işarəsini verəcək. Daha sonra bəli Sabah Amin topa yaxınlaşır. Qapıya zərbə top toru çöldən silkələyir. Təhlükəli zərbə izləyirik. Sabahın 18 nömrəli oyuncusu. Qarabağ. Mən oyunu çəkdim. Süleyman out atışını yeni yitirir. Amin. Çəkməmişsə oyunu. Ömər Məmmədli ilə meydançaya daxil oldu. Abbas. İleriyə doğru ötürmə indi. Abbas. Rəqiblərinə qabaqlar. Abbas topa yetişir zərbəsi. Daha bir qol vurulur. Bu dəfə də Abbas Hüseynli özünün ikinci komandasının 4-cü qoluna imza atır. Sabah sevinir. Azarkeşlər sevinir. Əziz futbol azarkeşləri bir daha xatırlatmaq istərdim ki, uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd uşaqların düzgün şəkildə inkişaf etməsi, futbolun sirlərinə yiyələməsi. Neftçi buraxılan qollardan bir nəvəzinə çıxmağa yaxın edib Yusif Baxşiyev. Topa yetişə bilmir. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Amin topa yetişir, bəli. Topun meydandan çıxmasına imkanı vermir. Bəli, top hələ də meydanı tərk etməyib. Amin. Abbas onun qarşısındaydı. Yusif. Top meydanı tərk edir. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm və görüş bitdi. Amma rubrika sahib qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçilən Neftçidə 3 nömrə Zamin Abbaslı, oyunun ulduzu isə Sabahın 7 nömrəli futbolçusu Nihat Həsənovdur. Və beləliklə Nihat Həsənov noyabr ayında keçirilən FIFA 2026 turnirə vəsqəni təmin edir. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt burada. Başa çatır, sağ olun, sağlam olun, gələn görüşlərədək. Heydər müəllimində istəyər adıdır. Heydər müəllim. Uşaqlar çəkirlər. Yox. Bunlar da öyle. Yox. Niye?